Göyərçinlər gəlir, bayaqdan görürəm. Ən istəyir yəni. Buradadılar. Səs var ya, onu eşidirlər ya. Dən ki yerə düşürür, onun səsindən də bilirlər ki, dən atdım, baxın. Sırası qayıdırlar, bilirlər ki, yeməkdir. Hiss eləmişəm ki, o neçə dəfə fikir vermişəm. Dən atanda səsi gələndə dayanırlar, qorxurlar. Bilirlər ki, yemdir də, bunların yeməyinin səsidir. Düyü də atmışdım bayaq, indi qreçka attım. Yesinlər, yumuru düyü atıram, bir də qreçka. Səs oldu, yesinlər, ac qalmasınlar. Görüşünə. Hamısı külək bura doldurub da burada yeyirlər. Bir gün də qonaq gedirik. Yılın hazırlaşım. Çimim sonra da bir yerdə hazırlaşaq. Deməli, hazırlaşırıq. Bayaqdan minlə iş görmüşəm. Axırda da qaça-qaçına hazırlaşası oldum. Güzgünü belə tuturam. Çünki çox vaxt görmürəm nə elədiyimi. Tananımı bağlayım. Kurtqamı atmışam buraya. Bir kürk geyindim, amma nə bilim. Mən kürkü alıb atmışam evdə, geyinmirəm. Niyə bilmirəm? Mənim də qəlbə xasiyyətim var. Elə geyimlərim var ki, geyinmirəm. Sumqayıta gedirik. Belə makyaj var. Saçımı yumuşdum, hördüm. Çünki ya ukladka eləməliyəm, düz. Mən də saçımı yığanda saçımın o şəkli alır da rezinin yaxşısı hörməlidir. Hördüm mən də. Bu əvvəl danışdım. Oynayır məndən orada. Gidelim balkona. Elə bil ki, yaz havasıdır. Ama soyuqluq var da, soyuqsuz olmur. Güneş amandan Allah'dır. Bu da mən. Gözümü çıxarttım. Saçlarım da geçen olur. Səhər yudum. Ben yarın gün saçıma vururam. Saçlarım da geçen olur. Canlanmıyor saçlarım. Arada ben basket bağlarım. Böyle videolarım olsun. Sonra diyeceğim diye. Karantin vaxtlarında həmişə balkonda belə çay süzüb gəlib otururduq, burada çay içirdik. Sonum ancaq belə olurdu, belə baxırdı. O görə hər bura belə çay əlində çıxanda balkona karantin vaxtları xatırlayıram. Pandemiya vaxtları. Biz işdə olurduq. Ama hiçbir yere gitmirdik də, bir dənə işe gedirdik, bir gəlirdik evə. Evdə də füsyancıq balkonda belə. Burada yer düzəltmişdim özümə. Otur çay içirdik. Neyse, nə günlər yaşadıq. Toyuq but var idi, keçən dəfə almışdım onları. Onu çiğleyeceğim. Duxovkada kızartacağım. Kek otu yarpaqlarından atıram. Onda dadlı olur. Əlim də yaşlı diye yapışdı. Karıştı. Deməli, duz, yoğurt.
Tomat, mayonez, sarı köz koymuşam. Yağ koymadım, yadımdan çıktı. Yağ boşaltmalıydım qaba. Bu da qaldı. Gündüz saat neçədə? Bazar günüdür, evdəyim. Saat 5'dir, hələ gündüz yeməli yeməmişik. Açıram. Ne? Bu var ya, bu əlcəklər, bunlar daha yaxşıdır, həm ucuzdur, həm də ki, belə bir dəfə istifadəyə əladır. Ağır rezinlərdən elə bu yaxşıdır. İndi koyacağım toxluya, kızarsın. Yağı boşaltmamışam, neçə gündür qavrulmuşam. Turalda hər dəfə bir yağ alır. Və final yağ işlədirdim, ancaq oydu. İndi fərqi yoxdur, hesabı, hansı ucuz oldu. İndi tərkib o deyil. Ya Rusiya yağı alırıq, ya da ki, Azərsuna aid olan yağlar. İnci bəsdir. İndi bunun üstünə də əlavə edeyim. Bezini hara koydum? Allah'ım. Şuraya hazır. Qədər qaldı. Qap balacadır ama böyüyünü almaq lazımdır. Belə siz nə qab istifadə eləsəm mütləq yaxalamalıyam da belə suyun altında. Bir yandan eləyirəm. Все. Görək nə olur. Yiyəcək, bişəcək. Da pişir, hazırda. Ben hazırlayayım. Acından ölürəm uşaq. Kızım ne hazırlayır? Pankek. Özü hazırlayır. Telefonda da koyup. Telefonunda da koyup. Çaçpıtı. Ben de çay demleyeyim Nilay. Bunların ne var içinde? Yumurta bir tane. Kızdırayım. Aha. Bir tane yumurta. Sahar, pisok. 2 stalowy ложka. Aha. Tuz. No co, щепотка. Bir tane stakan un. Bir tane çay ложкası razrıhlisi bilmem onun adı Azerbaycan'da. Bir de 2 stalowy ложки. Kabartma tozu da. Bir de rastительное масло. Suya. Молодец. Necə olacaqları. Bir daha rəstə. Sen bilirsin, bilmiyorum. Mən də bilmirəm. Çok sağ ol. Bəs o papalov xanayı da onları Ha, siz çömşə? Çömşədən ağlı. Nə? Eləyim. Eləməyim. Elə də elə get. Ay Allah. Ayxan, onu yaxın tut. Ay babam, nə tər yaxın tut. Hə, de qoy bura. Suyunu dök. Yenə düşmür. Cıt giydi. Olmazdı da. Burada düşür. Yaxşı qarışdırmamısan. Bunu da azdır bence. Gözde görün bana. Onu sən də çox narvat olmuşsan. Bir stakan. Stəkanın hələ yarısında qalıb.
Səfər yarısında qalır. Çıxarıram biraz. Normal bir dəfə pişirə bilmirəm. Ondan sonra özlərəm. Xeyr olsun. Biraz yanlış kaynıyorsa hiç tanımam. Ne yapıyor? Sosuna gerek versin. Allah olsun. Yeni evlendim. Yaxşı, yaxşı. Ay, yaxşı. Nilay'ın pişirdiği pankek diyeyim, bilincik diyeyim. Ne diyeyim adını. İkisini de dadalım verir. Səbri çatmayıbdı. Ağ pişirib qızarmağı gözləməyib. Qızarmışlar da seçib yiyib. Belə. Rahim, ne alırsan? Çıxardın mı onu? Rahim, bu Rahim yok, onu koy. O birisinden götür. Aros mu? Yok, onu yapma. Özümüz aldık. Yok. Gidey Rahim. Git görüm. Marketten geldik. Rahim gelirsen Rahim. Rahim, ты где был? Там. Где? Market. Огромный монстр. Там был огромный монстр? Да. Свет Açar ben de. Gözler Rahim. Gel. Kurduğumuz yerde boş gidip ne aldık. Mənasız alışveriş. Bu sarı kızda duralım. Fırsat alıb Nilay. Düğün alıb. Belə bir balacasını da alıb sabah məktəbə. Məktəbə xanımlara. Bu Rahimin sürprizi. Buyur. Bu semişkamız. En geçen semişkada hoşuma gelmem. Bir tane götürmüşüm. Semişkalardan hoşuma geldi. Çok geçerli. Həmişə təzə olur. Dadlı olur semişkalar. Sonra kofta almışıq. Buldak. Neçədir bu? 6 manat. 6 manat 50 qəpik. Koreya yeməyidir. Kimə lazımdır bu? Nilaya. Görün necə bir şeydir. Yemişsiniz bundan. Nilay aldırıb. Neyse bakarım.
əsas məsələ meyvə almışıq. Alma. 50 qəpikdir bunlar. 59 qəpikdir, 55. Qəşəng şokoladdır. Meyvəyim. Burada bizim. Karıştırmışıq. Bu da bizim tarxun. Bu dəxlisiz şeylər nə qədər elədi? 21 manat. Niye? Efekt oldu. Lazım mıydı bu alışveriş? Boş bu nədə axşam getdik. Ev alıb 2 dənə konfet alıb gələcəkdim də. Sen dedin de gedək. Sen dedin gedək. Ama kartlar da nə kartlar? Kartlar sıfır enir. Yox, o birisi kartlar. Hə, hələ şeydi, o pullarımızı da vurmuş o sabah. Sağ ol. İşə, məktəbə gedən. Gecəniz xeyrə. Xeyrə qarşı. Party time. Bir orada içir. Nədə bu şey içir? Bu birisi yiyir şokolad. Şimdi ben bunu dokunacağım. Tural. Bulduk yox, o buldak. За тебя. Работ, не нравится твой? Это мое. Вот это. Твой. Иди отсюда возьми. На. Уже başlamıyorum şimdi kaçır tamam. Rahim gece güzel. Ne oldu? Bunun tadına bakın. Hadi bu. Evet hadi işte. Çok az koyacağım. Çok acıdı. Hadi kremidir. Sosludur. Ha, çok acıdı. Erişte Acısı nedir? Yapışadı. Hadi bak şu. Su koyup üstüne. Karaca'dan aldığım qazan şey arayır, ölçüsü var axı. Siz bura qədər Edeceğim. ölçü var. Su qaynayır. Qaynasın, dökəcək suyun içine. Volkan da evin şey. Oy mama. Ama şimdi qaynayıb açılacaq. Volkan evin şey. Tabii böyle şey yemek lazım deniyor, ziyanlı da. Mama. Bunu ye, da çok buldak deyirlər. Necə qızım? Vəbşə ziyanlı şeylərdir bunlar. Paketdə olan yeməklər ziyanlı yeməklərdir. Daha kötü. Ha, kahve içsin ha.